Nə qədər qəribə olsa da, şagirdlər müəllimlərinin səhvlərini heç vaxt yaddan çıxarmırlar. Eyni sözü valideyn-övlad münasibətlərinə də şamil etmək olar. Bütün hallarda valideyn səhvi övladının yaddaşına əbədi olaraq həkk olunur. İstəmədən bu onun üçün örnək olur. Və təbii ki, övlad öz ata-anasının səhvlərindən utanır. Bu cür örnək cəmiyyət üçün də arzu olunmazdır. Bugünkü müsahibimiz Ağayev Xaqani fasilələrlə 30 ildir ki, məhbus həyatı yaşayır. 1984-2014 və hələ azad olunmasına 2 il var. Orta insan ömrünü 60-70 il hesab etsək, Xaqani bunun təxminən yarısını qara zindanda 4 divar arasında keçirib. Bura düşməsinə isə kiçik bir dava səbəb olub. İlk dəfə cinayətim 84-cü ildə olub, dava eləmişdim. 3 il cəza aldım. Bir məhəllə uşağım var idi, nəsə sözümüz düz gəlmədi. Dövmüşdüm onu. Ona görə 3 il cəza aldım. Səhv eləmişdim, düzdür, olmamalıydı. Təzə ailə qurmuşdum. Həyat beləncə gətirdi ki, alındı da. 3 il cəza aldım. Naruşitel kimi yolladılar mənə Şuşaya. 87 iyulun 25-i Şuşadan buraxıldım. Hələ Sovet rejimi vaxtı həbsxanalarda olan Xaqani Şuşa qazamatı və qədim Azərbaycan şəhəri barədə xatirələrini bizimlə də bölüşdü. Çox bərk naruşitellər yollayırlardı orada. Yəni, dustaqçılıq, əsl dustaqçılıq orada. Şuşada məsələsə durub beləncə danışmaq olmurdu kamerada. Bir-biri ilə pıçıltı ilə danışırdım ki, biz bir-birimizi eşidəsiniz. Rejim də məsələn saat 6-da padyom idi, saat 10-da adbo idi. Məsələn 7-yə 1 dəqiqə işləmiş bir dənə adam pasteldə otura bilməzdi. Axşam saat 10 adboy olurdu. 1 dəqiqə işləmiş məsələsi kimsə ayaq üstə ola bilməzdi. Hamısı yatırdı. Orada o keçirtdiyin anları ömrü boyu həkk olub, o silinən bir şey deyil. Həqiqətən də bilirsiniz, orada çox ağrılı, acılı günlər çox olub. O vaxtki o komünist rejiminin vaxtında olanla indiki məsələsi. İndi səmimiyyətliyi var məhkumla administrasiya tərəfində. Çox dəyişiklik var. Bu vaxta qədər Şuşada olmamışdım da, ancaq bayırdan belə rişotkadan baxırdıq bayıra. Nəsə hiss edirdim ki, gözəl bir yerdir. Həmişə də arzu edirdim ki, Allah qoysa kalendarım satanda, buradan buraxılanda heç olmasa bir 3-4 saat Şuşanı gəzərəm. Bəli, buraxıldım, gəldik. Allah ölənlərimizi rəhmət eləsin. O vaxt rəhmətli atam dedi ki, bizə gülərlər də, Şuşaya gələrsən, İsa bulağında olmayasan. Gəldik İsa bulağına, düzdür. Mən orada cəmaatı da gördüm. O vaxt orada nə deyim, çox gülərüzlü, mehriban insanları var idi. Dəmir barmaqlıqlar arxasında bəzi qanundan kənar qanunlara, həbsxana həyatının sirli məqamlarına toxunan Xaqani müqayisədə apardı. Razvod demək olar ki, razvod deyilən bir şey, məhkumlar 2 dəfə yoxlamaya çıxırlar. Demək olar ki, yox idi. Yox dərəcə deyil. Məsələn, burada 2000 məhkum var idi, 2000 məhkum. 500 nəfər, 600 nəfər razvoda yoxlamaya çıxırdı ya çıxmırdı. İndi bu saat tam fərqlidir. İndi bəli, yoxlamadır. Hamısı 9-un yarısı çıxır. Yarım saat təmiz hava qəbul edirlər. Baraklar açılır, hava dəyişilir. 9 tamam yoxlama başlayır. Hamı bir nəfər məhkum kimi, hamısı məsələsə yoxlamada dayanır. 20 il, 25 il bundan qabaqki olan məsələsə burada gördüyümüz söhbət eləyəndə inanmırlar. Yəni deyirlər ki, bu nağıldır, bir əfsanədir.
Xaqani 3 dəfə ayrı-ayrı hallar üzrə cinayət hadisələrində iştirakçı olur. Törətdiyi cinayətlərdə əlbir olduğu insanları ilk vaxtlarda ələ vermir. Sonradansa fikrini dəyişir. Oğurluq Əhmədlidə baş verdi. O birisi razboysa Zığ yolunda baş verdi. 2-3 nəfər idik. Tək mən hər şeyi boynuma götürdüm, gəldim və tutulan şəxs mənəm də. Sözü də mənim özümə deyənir, deyir ki, bəs belənçiyim. Oğurluqsa xəcalət çəkirəm o barədə danışmağa. Bu planda mən də iştirak eləmişdim, ancaq evə girən başqa adam idi. Belə 3 nəfər idik. O başqası girmişdi, yəni deyildi ki, güya götürülüb oradan qızıl çep götürülür, qızıl onluqlar olub orada götürülür. Belə də zinniyyət əşyaları da götürülür. Qabaqlar adam satmağa pis baxırdılar. Bəli, mən cəza evinə gəlirdim. Mən bunları yaxşı bilirdim axı. Deməli 91-ci ilin cinayətində elə olub ki, mən sonradan bilmişəm ki, məsələn, mənlə olan Padelnikin mənə qarşı bütün izahatları verir. Sonradan bilmişəm, bu cinayət işinin bağlanma məqamında vermişəm. Siz ona niyə hörmət elədin? O vaxt onun həyat yoldaşı var idi, onun xətirinə. Siz subaydınız o var? Yox, mən ailəli idim. Yəni, nəyə görə? Yoldaşı hamilə idi. Mən istəmədim ki, mən o yolu keçmişdim də. Mənə də məsələn 8 il verəcəkdilərsə, buna da 8 də verməsəydi, 7 il verəcəkdilər. Dedim, indi mən bədbaxt adamam, heç olmasa bu qalsın bayırda. Neçə dəfə xəbər elədim, gəlmirdi bura görüşə. Üstündən bir müddət keçəndən sonra həmin adam özü 3 il işlə gəldi bura. Mən burada cəza çəkə-çəkə gəldi bura. İlk sözünüz nə oldu onunsa, o məhbus kimi gələndə? Dedim, yadıma gəlir, bu görüşə gəlmişdin, girmirdin, bəs bələnçiyinə girdin. Utanırdın. Şirkətdə bir nəfər işləyirdi, biz bunu oğrayıb, bu adamı oğrayıb. Buna zəng elətdirməliydik ki, yəni xəstəyəm, gələ bilmirəm mən, biz kimisə yollayıram, dayım oğludur, bibim oğludur. Məqsəd yəni bu idi ki, gələcək sizi götürəcək. Həmin adamdan pul almaq idi. Həmin adamın da evində demişlər o vaxtı bir 120 min pul var. Pul aldıq. Pul alındı. Nə qədər? 120 min yox, 38 min idi, yoxsa 37 min pul idi alındı. Evə gəldik. Mən gəldim, məni də tutdular. Mən 3 il kreditdə oldum, Qobustanda oldum. Oradan zəng eləyirdim hər həftənin 4-cü günü. Bizdə imkan var idi ki, zəng eləməyə. Həmişə zəng eləyirdim, deyir, Xaqan qardaşım, bəs bazar günü yanındayam. Mən bəlkə ayda bir 2 dəfə zəng eləyirdim, olurdu. Bu 3 ilin ərzində gör nə qədər mən zəng eləyirdim. Hər səsimi eşidəndə, Xaqan sən mənim bizim qardaşımızsan, bazar günü yanındayam. Gəlmirdilər. O, mənlə uşaqlar var idi kamerada, məndən başqa 2 nəfər, 3 nəfər də adam var idi. Deyirdim, abi, çıxır zəng eləyirsiniz, bəlkə də utanır mənə nəsə deməyə, bəs bələnçiyinə. Biz, deyirik, abi, hal qəziyə belə gəlmirsənsə, bir kəlmədinlə gəlmirsən də. Girdilər, uşaqlar zəng edirdilər, gəlirdilər ki, deyir, abi, Xaqani bizim qardaşımızdır, bazar günü yanındayıq. Bu bazar günləri ilə çox karimit olundum. Bəli, neçə bazar, neçə aylar, illər, 3 ilim tamam oldu, Qobustandan gəldim bura. Buradan da 1-2 dəfə xəbər elədim bunlara. Bəlkə dedim aylalarda bir gəlib dəyərlər, indi Qobustan uzaq idi, buraya gördüm, gəlmədilər. Gündən bir günü gəldim rəisin yanına ki, bəs rəis, sizdə işini priznan eləmək istəyirəm də, yəni mənim cinayətimdə 2 nəfər naməlum maskalı şəxsdə bayırdadır, indi priznavat edirəm ki, yəni kimlərdir demək istəyirəm. Dedim, şərtim var sizdən. Dedi, nədir şərt? Dedim, gedək, ancaq ora biz gedməliyik bazar günü. Onun evinə, gedək, onu götürürüz oradan, ancaq bazar günü gedməliyik.
Dedilər, nəyə görə bazar günü getməlisiniz? Dedim, 3 ildir bunlar mənə deyirlər ki, bazar günü yağdıyıq, bazar günü yağdıyıq. Dedim, mən bazar günü gedək ki, bağışda da siz gələ bilmədiniz bazar günü. Mən gəldim bazar günü. Bazar günü alınmadı, gətirdilər. Götürdülər, apom törədilər. Özü boynuna aldı, nə var, nə yox. Xəqani Ağayev bir çox həbsxana adətlərinin, yazılmayan qanunların artıq keçmişdə qaldığını söylədi. Onun sözlərinə görə həbsxana rejimində indi çox şey dəyişib. Əvvəllərsə hər şey başqa idi. Burada adət var ki, məhbuslar çıxdılarsa, dalıyla qapının bağlı olması var mı yenə adət? Yox, demək olar ki, o keçmişdə qaldı o adətlər. İndi belə bir adət keçmişdə var idi ki, bayıra çıxanda bir dənə də təpik vururdular ki, bu son geçişi olsun da bir də qayıdıb gəlməsinlər. İndi qapıdır, hər kəsən öz dalıyla qapısını bağlamalıdır. Mən bura 89-cu ildə girmişəm bu zona, fevralın 5-i bu zona. Məsələn, 89-cu ildən indiki dövrə baxanda yerlə göy qədər fərq var. Mən təzə tutulanda bu cinayəti 2001-ci ildə tutulanda mən bir dostum var idi, uşaqlıq dostum idi, bir sinifdə oxumuşdu, bir məhəllədə böyümüşdü. Onun bir 7 ya 8 yaşında bir dənə oğlu var idi. O mənə Şualana bir dənə məktub yazmışdı ki, biz Xaqani əmi, sən nəyə görə tutuldun? Mən hələ indiyənə qədər o uşağın verdiyi suala mən cavab tapa bilmirəm. Və hər gün də o sual mənim beynimdə fırlanır. Həbsxanadakı həyatı bir-iki kəlmə ilə necə adlandırarsınız? Sualına bizim Xaqaninin cavabı fərqli oldu. Bu həyatın sonu yoxdur. Yox, demək olmaz yaşamaq. Diri qəbristanlıq. Bayırda alöyün yanında ol, quru çörək ye, get 2 dənə yerdə hamballıq elə, ancaq gəlib buranın yağını, pendirini, balını yeməyəsən. Bilirsən ki, məsələsə, gedib hamballıq eləyib, gəlib alöyünlə bir yerdə olacaqsan. Hardasa alöyün bir dərdinə bir əl uzadıb köməklik eləyə bilərsən. Mən məsələsə, bu həyatda anamı da itirdim bu həyatda, atamı da itirdim bu həyatda. Bir oğul kimi mən neynədim? Bir oğul kimi mən onun tabutunu götürüb arası apara bilmədim son mənzilinə. Nə danışa bilərəm məsələsi mən özümdən? Haqdan, ədalətdən nə apara bilərəm, nə danışa bilərəm? Heç nə. Özlüyündə dərin və hardasa ziddiyyətli daxili dünyası olan Xaqani etdiyi əməllərə görə bugün öz övladlarından, əzizlərindən və cəmiyyətdən utanır, peşmançılıq hissi keçirir. Çox peşmanam, həddindən artıq peşmanam. Öz valideynlərinin sözlərinə qulaq assınlar, onlar ömrü boyu həyatda peşman olmayacaqlar. And olsun Allaha. Demirəm dost-daşına, əmi oğlu, öz ana və atalarının sözlərinə qulaq assınlar, olan həmişə daim başları uca olacaq. Vallahi burada yaxşı heç nə yoxdur. Sağ ol.
Mən çox xoşbəxt olardım. Əgər sən bir hündür binanın üstünə dırmaşardın, hansı ki zonumuza baxır və qayıdıb deyərdin ki, mən səni istəyirəm, həddindən artıq, sonuna qədər də səni gözləyəcəyəm. Güzgü sınmasa gerek. Ben inanmıram ki gedərəm onunla təzdən ailə qurub, ömür boyu xoşbəxt olduğuma heç də inanmıram. İstərsəməz o çat qalır. Ben onları çok seviyorum. İnşallah görüşürüz. Allah büyüktür. İller boyu həsrətimi duymaz oldum. İller boyu kədərimi bölmədin də. Çox vaxt güldüm ağlayaraq için. Bircə sözlə göz yaşımı silmədin də. Soyuqluğum buz olanda yanağımda. Nəfəsinlə başqasını isitmişsən. Sənsizliklə yaşadıqca otağımda. Sən də məni bir otaqda itirmişsən. Bəs bilmirdin həsrətinlə ürəyimə. Həsrətimin əvəzinə daş asırsan. Bəs bilmirdin özün mənə yad olduqca. Mənim üçün də yavaş-yavaş yadlaşırsan. Soyuqluğun buz olanda yanağımda. Nəfəsinlə başqasını isitmişsən. Sənsizliklə yaşadıqca otağımda. Sən də məni bir otaqda itirmişsən. Təəssüf ki, biz ailə qura bilmədik də. Bəlkə də çöldə olsaydım, ailə qura bilərdim. Mən tutulana kimi də evlənməmişdim. Mən ailə qurub. Allah xoşbəxt eləsin. Yatan yerdə dəmir kuvalla vurmuşam. İndiki fikrim olsaydı, cinayətdən uzaqlaşardım, bu cəzanı çəkməzdim. İstemezdim böyle olsun. Danışmazdım. Erkekler ağlamazdılar, erkekler dağılır. Sevgi her şeyin üstündedir. Yad baxışlar dikilibdir gözlərinə. Sənsə mənə peşiman qəlb gətirmisən. Necə verim sabahımı, necə sənə. Sən ki mənim dünənimi itirmisən. Nə deyim, nə bir ümandın mənim üçün. Heç xəbərin olubmu ürəyimdə. Damla kimi yaşadıqca özlə qəlbdə. Gözlərimdən damla süzüldün sən. Bəs bilmirdin, bəs unutdun bugününü. Bir gün yenə bu ocağa dönəcəksən. Bəs bilmirdin, dodaqlarda yanışanda. Mənim üçün ürəyimdə sönəcəksən. Nə deyim, nə günahını qaytar mənə. Ürəyimdə yanar bir o söndürmüsən. Damla kimi yaşadıqca özgə qəlbdə. Gözlərimdən damla süzülmüsən. Ama istemden onun ayağına sağlamazdı. Sevgin gənim oldu, dondurdu məni. Səni sevməyimdə oynatdı məni. Cavazı sevgin Allah'tı məni. Mən səni sevmişəm canlar. Mən özümə bağışlıram bunu, mən düz başa düşüyorum. Bəs bilmirdin həsrətinlə ürəyimə. Həsrət
Çıxandan sonra ölməsəm, sağ qalsam, buradan çıxsam, demişəm ki, mən baş daşı qoyduraram. Deyirsən ki, dəyişmişəm, yadlaşmışam. Səsimdə də bir ögəylik duydum mənim. Unutma ki, ögəyliyim, yadlaşmağım həm günahın, həm cəzandır indi sənin. Həm günahın, həm cəzandır indi sənin. Özün günahkarsın. Özün günahkarsın. Günahkarsın. Ağlama, yaxşı? Çünki siz ağlayanda, kövrələndə mən hiss eləyirəm, mənim ürəyim ağrıyır. Qızım, vaxtı tamam. Yaxşı.